Qazax 2026-cı il üçün ölkənin idman paytaxtı seçilib. Bununla əlaqədar rayonda hazırlıq işlərinə başlanılır. İdman paytaxtının loqosu artıq hazırlanıb və şəhərin mərkəzi hissələrinə vurulub. Yeni status rayonun idmançıları qarşısında da ciddi tələblər qoyur. Qabaqdan ölkə çempionatları gəlir, rayon birinciləri gəlir, zona birinciləri, dünya çempionatı gəlir, Avropa çempionatı gəlir, uşaqlarımızı öyle hazırlayırıq. Dəfələrlə həm ölkə, həm də beynəlxalq turnirlərdə mükafatçılar arasında olan Qazax rayonunun sərbəst güləşçiləri 2026-cı ilə daha da ciddi hazırlaşırlar. Çünki Qazax 2026-cı il üçün ölkənin idman paytaxtı seçilib. Bu isə rayonun idmançıları qarşısına yeni hədəflər qoyur. Biz inşallah çalışacağıq cüdo bölməmizdə daha çox nailiyyətlər əldə edək, Qazaxımızın adını qaldıraq, Azərbaycanımızın bayrağını beynəlxalq arenalarda, Olimpiya, Dünya, Avropa çempionatlarında dalğalandıraq. Avropa kubokunda 7-ci yeri tutmuşam, beynəlxalq turnirlərdə isə 3-cü yerləri tutmuşam. 2026-cı ildə qızıl medallar arzulayırım özümə. İdman paytaxtı seçilməsi ilə bağlı Qazaxda hazırlıq işlərinə də start verilib. Artıq loqo da hazırdır və şəhərin mərkəzi hissələrinə vurulur. Biz sevinirik və fəxr edirik ki, Qazaxı idman paytaxtı olaraq elan seçiblər. Bu bizə, biz gənclərə, Qazax sakinlərinə, Qazaxımıza, idmanımıza mühüm töhfələr verəcəkdir. Qazaxın idman paytaxtı seçilməsində rayon idmançılarının uğurları həll edici rol oynayıb. Təkcə bu il onlar müxtəlif idman növləri üzrə respublika səviyyəli yarışlarda 57, beynəlxalq yarışlarda isə 40 medal qazanıblar. Qazax Olimpiya İdman kompleksi sözün tam mənasında universal idman mərkəzidir. Kompleksdəki ümumi vəziyyətə nəzər salsaq, burada həm Olimpiya, həm də qeyri-Olimpiya idman növləri üçün bütün zəruri şərait yaradılmışdır. 2026-cı il Qazax rayonu idman paytaxtı seçilmişdir və bununla əlaqədar olaraq da biz də yığma komanda olaraq 2026-cı il üçün hədəfimiz Dünya Avropa çempionatlarından 100 medalı əldə etməkdir. Bunun üçün 9 medalımız qalmışdır. Gələn il Qazaxda idman yarışlarının və festivalların keçirilməsi də nəzərdə tutulur. İdman paytaxtının rəsmi açılış mərasimi isə yanvarda olacaq. Alməmməd Nəbiyev, Vüsal Arifsoy, Elmar Qasımov, ASTV Xəbər.